AKTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracına dair protokol layihəsi imzalanıb. Məlum olduğu kimi Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin Çin Xalq Respublikasına səfərləri ikitərəfli əlaqələrə yeni təkan verib. Dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan, Çin sədri Xi Jinping'in irəli sürdüyü bir kəmər, bir yol təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bir kəmər, bir yol təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Çinə səfər edib. Məqsəd Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsidir. Belə ki, dünya bazarında yüksək keyfiyyətli və zəngin dadı ilə seçilən Azərbaycanda yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Bununla əlaqədar AKTA ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında keçirilən görüşdə Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair protokol layihəsi imzalanıb. Çin Xalq Respublikasına Azərbaycanda yetişdirilən fındıq və badam məhsullarının həmin ölkəyə ixracına əlaqədar artıq ilk razılaşma protokolu imzalanmışdır və bu da öz növbəsində bizim Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsində böyük töhfəsi olacaqdır və gələcəkdə nəinki fındıq və badam məhsulu, alma, çəyirdəkli və çəyirdəksiz bitki məhsullarının Çin Xalq Respublikasının ixracına əlaqədar işlər aparılır və bu ilə də əlaqədar artıq təkliflər üzərində işlənir. Həmçinin tərəflər idxal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlıq mexanizmi üzrə sənəd layihəsini imzalayıblar. Görüşdə quş ətinin ixracı ilə bağlı məsələ də müzakirə olunub. Çinin ölkəmizə indiyə qədər idxala qoyduğu qadağa xüsusən quş qripi ilə əlaqədar idi. Artıq bu məsələ gündəlikdən çıxdıqdan sonra bir sıra müəssisələr müraciət edərək Çinə ixrac etmək istədiklərini bildirmişlər və Çinin aidiyyatı qurumuna danışıqlar aparılır ki, bizim ölkəmizdə həmin müəssisələrdə xüsusi araşdırma, qiymətləndirmə aparılsın və bundan sonra ölkəmizdə istehsal olunan quş əti məhsulları, xüsusən quş ayaqları xüsusi qaydada hazırlanaraq Çinə ixrac ediləcəkdir. Sahibkarlar müəssisələrinin Çinin idxal tələblərinə uyğunluğunu yoxlamaq üçün agentliyə və Qida Təhlükəsizliyi İnstitutuna müraciət edə bilərlər. Əldə olunmuş razılaşmalar Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlar üçün geniş imkanlar açır.